Salam dəyərli şagirdlər. Bu gün bilməsi tənliyə aid bir suala baxırıq. Buradan əvvəlcə hədəfi kvadratı yüksəldirik. Kökdən azad edirik. Kök altı müxtəsər vurma düsturundan istifadə edirik. A plus B-nin mötərizə kvadratı üstə gələk 2 vuraq. X minus 3. 5 kökün altına yazırıq. X plus 3. Üstə gələk kök altında X plus 3-ün mötərizə kvadratı bərabər 9. Köklə kvadratı ixtisar olunur. X çıxaq 3, üstə gələk 2 vuraq. Kök altı x kvadratı çıxaq 9, üstə gələk x plus 3 bərabər 9. 3 ilə islah olur. Yazaq 2 kök altı x-in kvadratı çıxaq 9 bərabər də 9. 2x-in islah yəni 2x işarə dəyişir minus 2x. Yenə kvadratı yüksəldirik, kökdən azad edirik. 4 vuraq. X-in kvadratı çıxaq 9 bərabər də 81 çıxaq 36x plus 4x-in kvadratı. 4x-in kvadratı çıxaq 36. Bunun işarəsi dəyişir. Minus 81 minus 4x-in kvadratı bərabərdir. Mənfi 36x. 4x-in kvadratları islah olur. Mənfi 117 bərabərdir. Mənfi 36x. X-ə tapanda mənfi 117-ni bölürük mənfi 36. O da bərabərdir 4-də 13.